2005-ci il 21 fevral. Florida ştatı, Miami şəhəri. Saatın əqrəbləri səhər saat 8:30-u göstərir. Bir kişi öz avtomobilində gedərkən yolun kənarında yerə uzanmış bir qız görür. O xanıma yaxınlaşanda dəhşətli mənzərə ilə qarşılaşır. Qız tamamilə çılpaq idi. Onun bütün bədəni palçıq və qurumuş qan vaxtaları ilə örtülmüşdü. Qızın üzündə, qollarında, ayaqlarında və sinəsində çoxlu sayda qançır izləri vardı. Kişi dərhal 911 xidmətinə zəng edir. Tezliklə hadisə yerinə polislər və təcili tibbi yardım maşını gəlir. Qız sağ idi, amma huşu özündə deyildi. İlkin tibbi yardım göstərdikdən sonra onu xəstəxanaya çatdırırlar. Qız təcavüzə məruz qalmış, vəhşicəsinə döyülmüşdü. O ciddi kəllə beyin travması almış, üst sümükləri sınmışdı. Məlum olur ki, bu 21 yaşlı Inna Budnitskayadır. O əslən Ukraynadan idi. Inna Miami şəhərində kruiz gəmisində işləyirdi. Detektivlər müəyyən edirlər ki, hadisə baş verməzdən əvvəl Inna Regency otelində qalırmış. Otel qızın tapıldığı yerdən 16 kilometr məsafədə, hava limanının yaxınlığında yerləşirdi. Huşu özünə gəldikdən sonra detektivlər Innanı dindirirlər. Qız bildirir ki, gecə təxminən saat 3-də öz nömrəsində hücuma məruz qalıb. Amma o baş verənləri dumanlı şəkildə xatırlayırdı. Sanki dəhşətli bir yuxu görmüşdü. Inna deyir ki, ona bir neçə kişi hücum etmişdi. Onlar ağ dərli idilər və ingilis dilində ləhcə ilə danışırdılar. Kişilərdən biri onu spirtli içki içməyə məcbur edir. Sonra isə çiyninə atıb otelin pilləkənləri ilə aşağı endirir və maşının arxa oturacağına tullayır. Avtomobil naməlum istiqamətdə hərəkət etməyə başlayır. Bütün yol boyu kişilər onu təhqir edirdilər. Inna isə yalvarırdı ki, onu öldürməsinlər. Detektivlər Innanın otağında axtarış aparır, otelin işçilərini bir-bir dindirirlər. Onlar mehmanxanada qalan bütün qonaqları siyahıya alırlar. Oteldə cəmi 174 otaq vardı. Mehmanxanaya adətən tranzitlə uçan sərnişinlər gələrdilər. Bir neçə saat orada qaldıqdan sonra nömrəni təhvil verər və yenidən aeroporta qayıdardılar. Otelin işçiləri də onların yerinə yeni qonaqları yerləşdirərdilər. Bir sözlə, mehmanxanaya gələn qonaqların sayı həddən artıq çox idi. Onları bir-bir yoxlamaq üçün aylarla vaxt lazım idi. Detektivlər otelin bütün müşahidə kameralarının qeydə aldığı görüntülərə baxırlar, amma şübhəli heç nə tapa bilmirlər. Innanın kimlərsə tərəfindən oteldən qaçırıldığı əks olunmuş görüntülər yox idi. Bəs o zaman qız kimsəsiz, çöllük biyabanlıq yerdə necə peyda olmuşdu? Kameralara tuş gəlmədən Innanı oteldən necə çıxara bilmişdilər? Hörmətli izləyicilər, kanalıma abunə olmaqla və zınqrov işarəsinə basmaqla yeni yüklənən videolardan anında xəbərdar ola bilərsiniz. Innanın vəkili Regency otelini məhkəməyə verir. O qızın başına gələnləri mehmanxananın mühafizə xidmətinin lazımi səviyyədə olmaması ilə əlaqələndirir. Vəkil hətta otelin işçilərinin bu işdə əlinin olmasından şübhələnirdi. Bu isə otelin imicinə böyük zərbə idi. 2005-ci ilin noyabrında otelin sahibi tanınmış müstəqil detektivə Ken Brennan'a müraciət edir. Bu ad sizə tanışdır. Siz onu Greg Flanagan'in cinayət işindən tanıyırsınız. Xatırladım ki, 55 yaşlı Greg Flanagan 2009-cu ildə oteldəki otağında ölü vəziyyətdə tapılmışdı. Uzun müddət aparılan araşdırmalar nəticəsiz qalmışdı. Detektivlər Gregi öldürən şəxsi tapa bilməmişdilər. Məhz Brennan'ın sayəsində bu müəmmalı cinayət işinin üstü açılmış, qatil həbs olunmuşdu. Brennan cinayət işinin sənədləri ilə tanış olur. Mehmanxananın mühafizə sistemi yüksək səviyyədə idi. Gecələr onun bütün arxa qapılarını bağlayırdılar. Həmin qapıları yalnız gözətçinin otağından açmaq olardı. Növbədə həmişə 4 mühafizəçi olurdu. Onlardan ikisi içəridən, digər ikisi isə bayırdan oteli mühafizə edərdi. Mehmanxananın bütün çıxış qapıları müşahidə kameralarının nəzarəti altında idi. Kameralar həmçinin otelin parkinqində, vestibülündə və liftlərin yanında yerləşdirilmişdi. Innanın həmin gecə ilə bağlı danışdıqlarında ziddiyyətli məqamlar vardı. O əvvəl kişilərin bir neçə nəfər olduğunu demişdi. Sonra isə Inna ifadəsini dəyişir və deyir ki, onu 2 nəfər qaçırıb. Daha sonra o bir nəfər tərəfindən zorakılığa məruz qaldığını bildirir. Bu səbəbdən Innanın dediklərinə inanmaq doğru olmazdı. Oteldə qaldığı bir həftə ərzində kameralar Innanı dəfələrlə qeydə almışdı.
O tez-tez vestibülə düşür, administratorla, bəzən də mehmanxanada qalan digər qonaqlarla söhbət edirdi. İnna siqaret çəkmək üçün tez-tez küçəyə çıxırdı. Hadisə baş verən gün o rəfiqəsi ilə restoranda yemək yeyir və otelə gecə saat 12-də qayıdır. Gecə saat 3:30-da İnna yenidən mehmanxanadan çıxır. O yaxınlıqdakı yanacaq doldurma məntəqəsinə gedir və Ukraynada yaşayan anası ilə danışmaq üçün telefon kartı alır. 10 dəqiqədən sonra isə otelə qayıdır. Gecə saat 3:41-i göstərir. İnna birinci mərtəbədəki liftin yanında dayanıb. O liftin düyməsini basır. Qara dərli kök bir kişi İnna ilə birlikdə liftə daxil olur. Bu İnnanın son görüntüləridir. Bundan sonra otelin heç bir kamerası onu qeydə almamışdı. İnna 4-cü mərtəbədə qalırdı. Mərtəbələrdə nömrələrin yanında kameralar yox idi. Ola bilsin canilər qıza onun otağının yanında hücum etmiş, sonra da otağın pəncərəsindən aşağı düşürmüşdülər. Bu yolla onlar müşahidə kameralarından yan keçə bilərdilər. Bəs otelin həyətində olan gözətçi budkası necə olsun? Mühafizəçi onları mütləq görməli idi. Ola bilsin canilər otelin həyətini kameranın və gözətçinin olmadığı arxa tərəfdən, hasarın üstündən aşaraq tərk etmişdilər. Bu çox riskli idi. İstənilən halda canilər otelə daxil olmuşdular və böyük ehtimalla əsas girişdən istifadə etmişdilər. Belə olan halda mütləq müşahidə kameralarına tuş gəlmişdilər. Brennan otelin bütün kameralarının qeydə aldığı görüntülərə yenidən və daha diqqətlə baxmağa başlayır. Bu dəfə o, mehmanxanaya girib çıxan hər bir kəsin ayrı-ayrılıqda hərəkətini izləyir. Hər bir şəxsin hərəkət marşrutu məntiqi sonluqla bitirdi. Parking, giriş, vestibül, lift. Lift, vestibül, çıxış, parking. Brennan İnnaya etibar etmirdi. Bəlkə İnna adi bir fırıldaqçı idi və bütün bunları oteldən təzminat almaq üçün etmişdi. Bəlkə onu tanımasınlar deyə xarici görünüşünü dəyişmiş və oteli o şəkildə tərk etmişdi. Bu səbəbdən Brennan heç kimi gözdən qaçırmırdı. O, hətta qadınları və uşaqları belə izləyirdi. Günlərlə video görüntülərə baxan Brennanın diqqətini bir şəxs cəlb edir. Bu, İnna ilə birlikdə liftə girən kişi idi. Səhər saat 5:28-də birinci mərtəbənin lifti açılır və həmin şəxs təkərli çamadanla vestibülə çıxır. Təxminən 1 saatdan sonra o geri qayıdır. Bu dəfə onun əlində çamadan yox idi. Sual olunurdu. Niyə görə həmin adam səhər tezdən bagajını mehmanxanadan çıxarmışdı? Axı o, oteldəki nömrəsini hələ təhvil verməmişdi. Çamadan böyük deyildi, amma bir məsələ vardı. Qara dərli şəxs iri cüssəli və hündür idi. Bu səbəbdən çamadan vizual olaraq onun yanında balaca görünə bilərdi. Brennan liftin qapısının enini və uzunluğunu ölçür. Sonra da bu ölçülərə əsaslanaraq videodakı çamadanın ölçüsünü təyin edir. Çamadan göründüyündən daha böyük idi. Kişi liftdən çıxanda çamadan bir anlıq liftin kandarına ilişir. O çamadanı dartır. Çamadan ağır idi. Həddən artıq ağır idi. İnna onun içində idi. İnnanı oteldən məhz bu şəkildə çıxarmışdılar. Qara dərli kişinin sakitliyi təəccüb doğururdu. Adətən bu cür cinayətlər törətmiş şəxslər tezliklə hadisə yerindən uzaqlaşırlar. Bu şəxs isə əksinə, yenidən otelə qayıdır, özünü təmkinli aparırdı. Demək ki, o bu cür cinayəti əvvəllər də törətmişdi. Amma bir məsələ vardı. İnna ona hücum edən şəxsin ağ dərili olduğunu demişdi. Yaddaşının onu bu cür yanıltması, aldığı kəllə beyin travması ilə əlaqədar ola bilərdi. Ya da ola bilsin İnnanın içkisinə uyuşturucu qatmışdılar. Bu da onun yaddaşının pozulmasına səbəb olmuşdu. Brennan qara dərli şəxsin kimliyini müəyyən edir. Bu 38 yaşlı Michael Jones idi. O, otelə fevralın 14-ü gəlmiş, hadisədən bir gün sonra fevralın 22-si tərk etmişdi. Brennan Michael'ın işlədiyi yerə gedir. Michael çox sakit görünürdü. Detektiv ona İnnanın şəklini göstərir. Ona təcavüz edib etmədiyini soruşur. Michael əminliklə günahsız olduğunu bildirir. Brennan ondan DNT analizi üçün qan verməsini istəyir. Michael könüllü olaraq qan nümunəsi verir. Aparılan analiz nəticəsində məlum olur ki, İnnanın bədənində tapılmış DNT Michael'ın DNT-si ilə eynidir. Michael'ı polis departamentinə çağırırlar. Brennan Michael'a analizin nəticəsini göstərir.
Michael Inna ilə intim münasibətdə olduğunu etiraf edir. Amma deyir ki, bu Inna'nın razılığı əsasında olub və ona qarşı zorakılıq etməyib. Michael'ın dediyinə görə, liftə daxil olduqdan sonra Inna ona pul qarşılığında münasibətdə olmağı təklif edir. Michael qıza $100 verir və onlar Inna'nın otağına gedirlər. Michael'ın dediklərinə inansaq, o otağı tərk edəndə Inna sağ-salamat idi, lakin çox sərxoş idi. Brennan Michael'ın cani olduğundan əmin idi. Amma məhkəmədə bunu sübut eləmək çətin olacaqdı. Yaxşı bir vəkil asanlıqla Michael'ı həbsdən xilas edə bilərdi. Belə ki, DNT nümunələrinin uyğun gəlməsi Michael'ın cani olması demək deyildi. Vəkil Inna'nın eskort olduğunu, həmin gecə bir neçə müştəri ilə görüşdüyünü, təcavüzkarın müştərilərdən biri olduğunu iddia edə bilərdi. Digər tərəfdən, Inna ona hücum edən şəxsin ağdərili olduğunu demişdi. Bu isə Michael'ın xeyrini idi. Michael yalnız iki halda həbs oluna bilərdi. Ya o cinayəti özü etiraf etməli, ya da ona qarşı daha tutarlı dəlil tapılmalı idi. Michael işi ilə əlaqədar olaraq tez-tez səfərlərdə olur, müxtəlif şəhərlərdə otellərdə qalırdı. O bu cür cinayətləri həmin otellərdə də törədə bilərdi. Brennan Michael'ın DNT-sini ümumi elektron bazaya daxil edir. Bu bazada cinayət yerindən tapılmış, amma şəxsiyyəti təyin edilməmiş canilərin DNT-ləri saxlanılırdı. Michael'ın DNT-si müxtəlif illərdə təcavüzə uğramış 3 qadının bədənindən tapılmış DNT ilə uyğun gəlirdi. Bunlar Michael'ın seriyalı cani olduğunu sübut edirdi. Michael Jones həbs olunur. Ona ömürlük həbs cəzası verilir. Inna isə Regency otelinə qarşı qaldırdığı məhkəmə prosesini udur. Otel Inna'ya $300,000 məbləğində təzminat ödəyir.